Sevda xanım, inklüziv təhsildə Tomatis cihazının faydaları nələrdir? Fərdə xanım, inklüziv təhsil dedikdə biz 5 yaş üzəri uşaqlarda oxumaqda, anlamaqda, dinləməkdə və yadda saxlamaqda problemli uşaqlar haqqında danışırıq. Yəni bu uşaqların problemləri disleksiya, disqrafiya və disleksiyadır. Bunlar məktəb ərəfəsi və məktəb zamanında heç bir problemi olmayan, hiss olunmayan bir uşaqlardır. Hər tərəfli olurlar. Onların dünya görüşləri çox olur. Amma ki, oxumaqda və yadda saxlamaqda çətinlik çəkirlər. Əlbəttə ki, inklüziv təhsil üçün bu cihazın çox bir faydası vardır. Birinci sinifə gedirlər uşaqlar və bildiyimiz kimi birinci siniflərdə qiymətləndirmə testləri yoxdur. Onlar əylənərək öyrənirlər və qiymətləndirmə olmadığı üçün birinci sinifi çox uğurla başa çatdırırlar. Amma ikinci sinifə çatanda artıq summativlər, qiymətləndirmələr, artıq buradan problemlər başlanır və valideynlər müraciət edirlər ki, burada uşaqlarımız anlamaqda və hansısa bir testi işləməkdə çətinlik çəkirlər. Onda biz Tomatis aparatından istifadə edirik.